Salam, hər vaxtınız xeyir olsun, hörmətli İşəmşavar izləyiciləri. Mən yenə gəlmişəm işləməyə. Sizə bugün də maraqlı bir proqram təqdim edəcəm. Bugün kofe shopda işləyəcəm. Kofe shopda özümə İşəmşavar deyəcəm. Onun üçün gəlmişəm Kofe Aporaya. Salam, xoş gördük. Salam, aleyküm, xoş gəlmişsiniz. Adım Fərid, adınız? Elnur. Elnur, administratorsunuz. Xoş gördük səni. Ümumi ab-hava əladır, şəhərin mərkəzində. Rahat bir məkan, kofe shop. Yavaş-yavaş Bakıda kofe shoplar çoxalıb, amma sizin kofe shop fərqlənir. Həm tərzinə görə, həm də burada olan kofelerinə görə. Bir dəfə içmişəm, ona görə qərar aldım ki, burada İşəmşavar deyim. Sirri nədir bu işin? Ümumi nə vaxtdan fəaliyyət göstərir restoran? Ötən ilin avqust ayından başlamışıq. Fəaliyyət kofe, artıq bilirsiniz Bakıda bir çox kofe shoplar açılır, kofe satılan, kofe satış mərkəzləri açılır. Fəaliyyətimiz ondan ibarətdir ki, dadlı kofelərimiz var, xüsusən special kofemiz var. Bir çox tərkibi olan, daha doğrusu tərkibi deyə bilmərik sirri. Öz reseptinizdir, sirr özünüzdür. Bəli, sirr özümüzə məxsusdur. İndi barista ondan hazırlayır, sizin brenddir. Bəli. Salam qardaş. Yorulmayasan. Sağ ol, işin həmişə olsun. Adın nədir? Ceyhun. İcazə verirsiniz, hələ Ceyhunla da bir yerdə işləmək istəyirəm. Bəli. Bir də onda kofenin dadına baxım. Görək indi vəziyyət. Ancaq kofedir burada, yoxsa yeməkdə, içməkdə olar? Bizim mətbəximiz var, aşpazımız var. Mətbəx də burada yerləşir də. Bəli, mətbəxdə sendviçlər, burgerlər, pizza, salatlar, şorbalar, yəni. Ümumi də konsepsiya elə ki, tək kofe deyil. Müxtəlif qəlyanlar. Bu xüsusi qəhvəmizdir, çox dadlıdır, bəyənilir. Buna görə çox müştərilərimiz gəlir sırf bu kofeyə görə. İçində o badam dadıdır, bilmirəm. Bəli. Çox fərqli bir daddır, hörmətli tamaşaçılar. Bu dadı sözlə ifadə eləmək mümkün deyil, yalnız bunu içmək lazımdır. Əla. Acı sevməyən kofe həvəskarları üçün daha əladır. Çox acı deyil, hər cür kofemiz var. Acı var, şirin var, orta var. Bildiyiniz kofe menyusunun hər təamı var bizdə, belə deyək. Başlayayım o zaman işə. Onda bunu içeyim, başlayayım işə. Hoş. Hörmətli tamaşaçılar, ATV-də İşəmşavar başladı. İndi mən barista olacağam. İşləyə bilərəm də sənə. Mən artıq baristayam. Əsl baristamız Ceyhun isə sifariş götürür. Burada take-away xidməti də var. Bir dənə amerikano istəyirlər, şəkərli. Başlaya bilərik. Qapını bağladım, qaldı. Özün açıq ayrı olmalıdır. Çöldən soyuq vurur ona görə. Şaxta olmasın. Hal-hazırda Nə hazırsan? bir amerikano və bir cappuccino hazırdır. Kofe buradan amerikano əlavə olunur. Kofedir, Bəli. üyüdülür, əlavə olunur. Kofe üyüdülür. Avropa yanıma düşdü. Və Əlavə olunur. hal-hazırda Əlcə giyinmək lazım deyil də. Xeyr. Baristalar giyinmir. bəli. Sonra bunu ver mən eləyim də onları. Bəli, presslənir. Presslənir. Sadəcə çiyin ağırlığı qədər. Yox. Çox oldu. Yox, çox oldu. Hə. O qədər sıxma olmaz. Ziyanı hayfdır. Yox. Olmaz. İstəyirsiniz məşq eləmək üçün bir dəfə çiyin ağırlığına prosta buna vurun belə. Yox. Buradan özünü göstərir. Nədə bir şey var? Belə. Eləyim. Qoyun. Hə. Qoydu. Qoydum. Düzgün tarazlaşdırdıq. Yox. İki barmaq qoyun da. İki barmaq. Bu işiymiş gəlir. Yox. İki barmaq bura qoyun bax belə. Belə forma. Belə. Əlim yandı. Özün elə qardaş. İki barmaq. Özün, hə. Bir dənə. Sadəcə Verin mən bunu eləyim. Bu presləndi. Sonra bir dəfə suyu buraxdıq ki, əvvəldən qalan isti olsun ha. Çiçəklər yuyulsun. Yuyulsun və bu forma.
keçdik aparata. Qoyuruq. Bəli. Artıq emal olmuş. Bəli. Kofe süzülür oradan. Bizdə 2 sifariş olduğuna görə, bir Americano M, bir Cappuccino M. 2 sifariş olduğuna görə takeaway-lərdə bunlar bura sığışmır. Hə, Onun balacadır. üçün biz belə bir primerdən istifadə edirik. O əlavə elədiyimiz kofedən nə qədər çıxır kofe? Südsüz hissədir də bu. Hə, hal-hazırda südsüzü hazırlayırıq və südlü olan üçün da hazırlıq görürük. Nə qədər süd? Mənə verin, mən eləyim. Yox, mən baxım sonra. Gəlin tutun siz tutun. Bunu. Bu nədir? İsitmək üçündür. Elə yox, belə tutun da belə. Şimdi bu əl hərəkətləri yox var burada bu işdə, həqiqətən. Bir dəqiqə. Mən elə bildim rahat işdir. Qaynatdırsa lazım. Əla. Kiptilnikdir də bu elə bir, hə? Bəli, buxar 9 atmosferdə Südü kofe qaynadır. verir. Amma bu Südü qaynadır. buxar 1 atmosfer çıxır. Bəli. Buradan silirik. Mən dəqiqə təmiz olmağına görə və bir də Belə. hal-hazırda üzümlü cappuccino hazırlayacaq. Cappuccino. Bəli, Birinci... südlə olan hazırlayacaq. O nə? Americano idi da? Yox, nə ümumiyyətlə Arabikadır da. sadəcə kofedir, 100%'lıq arabikadır. 100% Arabikadır. Bəli. Sadəcə kofedir. Americano südsüzdür. Biz hal-hazırda cappuccino hazırlayırıq. Gəlin siz özünüz süzün. AM 9 manat olur bizə. 9 manat. 5 manatdır. 9 manat. Americano M 4 manat. Buyurun çəkin. İndi isə hörmət tamaşaçılar Americano hazırlayırıq. Cappuccino. Cappuccinodur. Yenə qoydum bura. Bu özü двойная порsiyadır burada. Bu single shotdur. Daha böyük. Single shot. Bu single shotdur, bu ordinarный porsiyadır. Bu двойная. Görürsüz, yəni 2 Çox çaşka əlavə yazılır edir, da. ha. Burada çox olur və burada az olur. Anladım. Bir dəqiqə. Bəli. Şəkər. Коррекция есть. Daha sonra ikinci porsiyadır. Yenə Düzləşdirdik. Düz qoyun. Düz Elə qoy. yox. İki barmağı qoydum. Sıxırsan ki, rovna olsun. almadıq, Bağladı. qoyduq. Kofe adətən 25-30 saniyə ərzində ideal şəkildə verilməlidir. Neçə ildir işləyirsən barista kimi? 7 ildən çox olar. 7 il. 7 il dəqiqdir. Bu sənət daha çox Avropada təkmilləşib. Çünki Azərbaycanda kofe yeni-yeni məşhurlaşır. Çünki Azərbaycan çay içən bir ölkədir. Biz çox gəzənlərlə dünya ölkələrini gəzəndə baxın bu formada kofe shoplar, elə bir küçələrdə, elə Ukraynanın özündə avtomobilləri saxlayırlar, avtomobilin dalında. Var, avtomobilin arxalarında belə take-away-lər olur. Nə bilim, bizdə necədir tələbat? İnsanlar yavaş-yavaş kofeyə alışır yoxsa? Azərbaycanda sözlə bir 10 il əvvəl yarandı bu kofe mədəniyyəti. Hardasa yəni kofenin inkişaf etməyi falan. Americano, Bəli. Su da əlavə edirlər. espresso, su əlavəsi ilədir. Südlə istəmir. Su. Ümumiyyətcə Americano içilir, servis. Tam Avropa qaydasını deyə bilərəm ki, Bəli. Americano su, espresso əlavə olmuş su ilədir və soyuq südlə içilir. Amma yəni bizdə hələ ki onu hər adam bilmir. Çox
insanlar yəni əlavə olaraq isti südlə içir və yaxud südsüz içirlər. Onda mahiyyətini itirir də, o elə çıxır. Yox, mahiyyətini itirmir, sadəcə, buyurun. Mahiyyətini itirmir, sadəcə zövq, belə deyək də, zövq söhbətidir. Cappuccino, espresso onu bildik. Bu special bayaq içdiyim kofe haqqında danışardım. O kofenin özəlliyi nədir? Arabikadır o da. Bəli, Arabikanı nə etmisiniz kofe orada? ümumiyyətcə, yəni 14-16-cı əsrlərə aiddir yaranması. Efiopiyanın cənub-şərqində Kafa adlanan qəsəbədə bir çoban tərəfindən aşkarlanıb. Yəni qoyunlar o yana bu yana ot yeyirlərmiş. Kofein kolundan yeyir və görür ki, çox belə atırlar, şıllaq atırlar, qaçırlar və belə o Kafeini çoxdur da. Bəli, bəli. Və çobana belə çox maraqlı gəlir ki, bu nə bitkidir ki, bunları belə yeyib, yəni enerjili olurlar. Hə. Ondan sonra yəni bu çoban başlayıb o bitkini dərməyə və yaxud yabanı üsulla belə deyək də, lord biləsi yabanı üsulla onu dəmləyib içib. Hal-hazırda əvvəllər hətta kofe dərman kimi də istifadə olunur. Daha sonra deyir Osmanlıya gəlib Türk kofesi də. Bəli, bəli. O vaxt Osmanlılara gəlib, sonra Osmanlılarda məşhurlaşıb. İlk əvvəl ərəblərdə səhrada kofeni, yəni səhranın qumunda bişirirdilər. Yəni Türk kofesində indi qumda hazırlayırlar. Bəli, onlar hardasa ərəb sayağı bişirirlər. Yəni biz sırf bizim etdiyimiz espresso, cappuccino və yaxud doppio bunlar sırf İtalyan sayağı kofelərdir, amma Türk qəhvəsi, yəni sırf ərəb sayağı. Livanda da eyni üslubdur. O Livanda da. Livan mətbəxi Türk mətbəxi eyni kök üzərindədir, amma Livanın da kofesi eyni Türk qəhvəsi kimi, Türk kofesi kimi hazırlanır. Daha sonra bu dəqiqə Lvovda, Ukraynanın Lvov şəhərində də kofe mədəniyyəti çox güclüdür. Orada da Ukraynada çox mədəniyyəti çox güclüdür. Yəni orada hər bir içmə qaydasına kimi hətta insanlar bilir. Yəni Azərbaycanda bu mədəniyyət daha, yəni ki, belə deyək də, son 3 ildə daha inkişaf eləyib ki, hər yerdə kofe shoplar özünüz görürsünüz ki, yəni açılıb, inkişaf eləyib, amma sırf kofenin Azərbaycana gəlməyi hardasa 10 il əvvələ təsadüf. 10 il bundan əvvəl heç kofe... O vaxt, yəni bizim Azərbaycan, ümumiyyətcə Türk xalqı, biz özümüz də Türk xalqıyıq, yəni Türk xalqı çayı çox sevir. Türk xalqı içirir, Azərbaycan türkləri çayı çox sevir. Türkiyə türklərində çay sevən də var, kofe sevən də var. O da Osmanlının Avropa ilə inteqrasiyasına gətirib çıxarır. Yəni düzünü desəm, mən Türkiyədə yaşamışam, işləmişəm, sözünü açıram. Mən orada daha çox çayın içildiyini gördüm, nəinki Azərbaycanda. Dünyada statistika aparıblar, ən çox çay içən ölkələrdə isə ikinci yerdədir ya. İngilislərdir, türklərdir. Türklər Çin olmalıdır. Çindir. Və Türkiyə olmalıdır. Türkiyə olmalıdır, ən çox çay içən ölkələr. Gəl belə eləyək. Biz specialı necə hazırlayırıq? Öz specialımızdan danışın. Special nədir, mən danış. Bu qablardadır. Bəli, Coffee Afora Special, yəni ki, bu sırf Azərbaycanda bir nömrəli, yəni bizim öz bir dəqiqə onun açıq olanı göstərim. Bunu bu formada qablaşdırırsınız. Kimsə gəlib bunu alıb apara bilər? Bəli, bəli, alıb apara bilər. Hal-hazırda satışda var və içində belə deyək, öz qabı və kitabça da olmalıdır, yəni göstərmək. Bu neçə kilodur bu? Nə qədər? Bu 1 kilodur. 1 kilo. Kilosu neçədən satırsınız bunu? 1 kilosu 100 manatdır bizdə. 100 manatdadır. Bəli. Bunu aparıb evdə özü dəmləyə biləcək yoxsa yox? Bəli. Tutaq ki, mən aldım bunu sizdən, aldım mən bunu. Aha. Bu satırlar da belə şeylər. Bunun içində özüm qarışdırdım. Əlbəttə satırlar, yəni. Yox, bu adi mağazalarda satılanlardandır da, eyni şeydir. Bəli, bəli, bəli. Burada eləyə bilərik onu tamaşaçılar rahat görsün. Əlbəttə eləyir. Burada yox, orada rozetka yoxdur çünki burada toka taxılan burdadır. Tutaq ki, budur qabımız. Bəli. Qabımız bu. Dəqiqə, bir qaşıq olmalıdır, bir stəkan olmalıdır. Stəkan bu niyə belə verirsiniz balaca? Çünki yəni Türk qəhvəsi stilidir də belə. Türk qəhvəsi stilidir. İtalyan sayağı Türk stilidir. Elə bu Türk qəhvəsini hazırlamaq üçün qabdır da, elektron qabdır, ha. Bu qabın üzərində eləmək. Buna turka deyirlər. Turka. Bəli. Əvvəlcə onun hazırlığını görək. Türk kofesi stilində Coffee Afora Special, bəli, soyuq su ilə içilir. Biraz şirin olduğuna görə. Şəkəri falan hər şey içindədir də. Hazırlanması, bəli. Şəkəri falan hazırlanması belədir ki, bir qaşıq öz qaşığı qədər tökülür, yəni bir porsiya üçün. Mən istəyərdim ki, operator qardaşlar da içsin. Hə, 2 qaşıq da. Bir dənə mənə su da, bir dənə içsin. Bir qardaşdır. 3 dənə az, 3 dənə az. Başdır. Bir də daha qardaş.
Bir də ata şeyəsin, montajyorsun, gəlib içər. Həcəf. 3 qaşıq tək deyil. Hə. Hər bir qaşığa görə, yəni bir porsiya. Bir şəkər atır. Bir porsiya üçün 2 şəkər. Yəni şəkər. orta şəkərli olması üçün. Və yaxud əgər kimsə şəkər sevmirsə, şəkərsiz də eləyə bilər, çünki onun öz şəkəri var tərkibində. Bizim kofenin özəlliyi ondadır ki, bu sırf 100%'lıq arabikadan hazırlanır və onun içərisində badam və 7 qarışım fıstıq var. Onun o fıstığın özünün tərkibi, şirinliyi və mən atacağam. Ona fərqli dad gətirir. Əlbəttə, yəni ki, özünə məxsus dad gətirir. Yəni gördüyünüz kimi, yəni 3 dənə turka var bizdə. Yəni özündən bəllidir ki, yəni qonaqlarımız Tələbat var. Bəli, tələbat olduğuna görə, yəni elə olur 17 Çatdıramıyorsun. 17 dənə birdən, 11 dənə bir, 5 bir masaya, yəni ki. Paris də biridir də burada. Bəli, bir dənə. Tək yeksənsən. Yox, bir nəfərdə köməkçim var, o köməkçim axşam var. gələcək. Mən bu gün qardaşın köməkçisi mənəm. Dün 50-50 geçdik. 6. Hə, belə eləyək, su əlavə eləyirik. Su yox. Hə. Bizim kofenin özəlliyi bir dənə də ondadır Süd. ki, biz südlə hazırlayırıq bunu. Biz Suyla yox. balazası. Bir porsiya üçün elə bir özü qədər. Biz 3 porsiya tökmüşük. Yağlı südü yoxsa yağsız süd istifadə edirsiniz? Fərqi yoxdur. Bizdə 3,2 faizli yağdır. Yəni əsasən kapuçino falan düzəltməyə görə bizə o lazımdır. 3,2 faizli olan. Amma kimsə istəsə, yəni ki, yağsız eləyə bilər. Amma məncə yağlı daha dadlı olar da. yox, onun özünün qaymağı olduğuna görə, yəni o badam, fıstıq, onun hamısı tərkibi zuvaldır. Yəni bu kofenin xeyri çoxdur. Yəni baş ağrısına, təzyiqə, hər bir şeyə xeyri var. Yandırdıq. Bunu qoşduq. Qarışdırma. Ya yalnız qarışdırırıq. Buyurun qarışdırma. Yəni turka necə qarışdırılır? Elə. Eynən türk kofesi kimi hazırlanır, hörmətli tamaşaçılar. Bax, qarışdırırıq. Bircə fərq ondadır ki, Dərs qarışdırmalı, sürətli. yox, sadəcə orta öz tempi ilə qarışdırın. Bir dənə axırda hardasa qaynamağa yaxın, nə vaxt ki qaynayır, orada özünüz görəcəksiniz. Operator qardaş gəlib yaxından da çəkə bilər ki, o su necə qaynayır ha. Onda qatışdırmırıq, sadəcə öz xodunda söndürürük və öz xodunda qaynayır və yatır köpüyü, belə deyək. Neçə dəqiqə hazır olur? Təxminən 2 dəqiqəyə bir porsiya hazır olur. Biz bu dəqiqə 3 porsiya tökdüyümüz üçün hardasa biraz 3-4 dəqiqə bir uzana bilər vaxtı. Dayanmalıyam. Hə, biraz dayanaq, gözləyək. Hardasa. Sadəcə yavaş qarışdırmaq lazımdır ki, onun tempini tuta bilək ki, nə vaxt qaynamağa başlayır. Qaynadı. Özü tökəcək indi. Əgər biz onu qaynamağa başlayanda biz əgər qaysaq qalsa, daşıb aşa bilər. Həmin vaxtı, əsas odur ki, həmin vaxtı götürəsin. Köpük yarandı. Biz götürək espresso çaşqalarını zəhmət olmasa veririk. Bunda? Yox, balacadan. Aslında düzəltdirsən onu. 2 dənə verir, 3 dənə. Bu dezinfeksiya edir bura tərəfəni, isti saxlayırsınız. Var və aparatın istiliyi ilə. Başa düşdüm. Yox, bir dəqiqə gözləyim. Bunları hər ehtimala görə, gigiyenik qaydalara görə təmizləmək lazımdır. Yavaş-yavaş, biraz əlinizə sirkələyin, biraz, elə yox, süzəndə. Süzəndə biraz sirkələyin ki, qaymağı tökülsün. Ultra. Həqiqətən də çox özünə məxsus təamı var. Sən özün içmirsən, yoxsa qaldı səndə? Yox, mən... Azca da sən içsən, yaxşı. Camcı da Var, mənim özüm. Öz stəkanım var, desən 100 vurur da. Super. Təşəkkürlər. Buyurun. Sağ ol qardaş. Minnətdarımı bildirirəm. Bəli, keçirik növbəti işlərə. Mətbəxə keçək, görək mətbəxdə nə bişirirlər.
Bəli, indi isə gəldik mətbəxə. Salamünaleyküm usta. Adı nədir? Çingiz. Çingiz. Nə hazırlayırsan hazırda? Nə sifariş veriblər? Chicken tiya. Chicken tia. İtalyan yeməkdə toyuqlu, toyuq. Badımcandı, pomidordu, biberdi, pendir. Belə, başlayalım mən də sən kömək edeyim. Tavanı ver. Yaxşı. Belə gündəlik kofedən başqa yemək də sifariş edirlər də. Bəli. Yeməkdir, desertdir, salatdır, bunlar. Desertləri də sən hazırlayırsan yoxsa? Bəli, desertləri də biz özümüz hazırlayırıq, yeməkləri də özümüz hazırlayırıq. Hə, toyuğu indi grill eləməlisən. Toyuğu açıb hazır qoyuruq, ərzaqları doğrayırıq, hamısını hazır qoyuruq. Nə formada? Papaq verin. Ha? Papaq verin. Papaq ver, qoyuruq girinəcəm. Hə, sən başla doğramağa. Yaxşı. Mən də əzir kiyiniyim. Ver mən doğrayım görüm. Bu formada doğranmalıdır da, halqavari, hə? Halqa var. Belə. Belə yaxşıdır. Kifayət. Bir badımcan bəsdir yoxsa birini də doğrayım? Biri bəsdir. Biri bəsdir. Sonra Sonra biberdir. biber necə Bu doğrayacağıq? formada doğrayacağıq. Özün doğra biberi, mənlik deyil. Xırda, hə? Yox, bütöv atırsan. Bütöv olacaq. Niyə bütöv olur? Çünki tərkibini eləcədir. Necə yeməkdir? Sulu yeməkdir yoxsa? Yox, quru yeməkdir. Pendirlə zadla hazırlanan yeməkdir. Toyuğu necə eləyirsiniz bu formada? Langet formada. Bəli, langet formasında pişiriləcək, üst-üstə düzüləcək. Hiss aralarında da bu atılır. Pizza Bəli. kimi bir şey var da pizza. Demək olar ki, oxşayır. Oxşayır biraz. Hə. Sonra pomidorları Burada halqa. halqa. Niyə bu bıçaqla doğradın? Bu mişarda pomidoru rahat doğrayır. Hə, suyunu çıxarmır. Neçə ildir bu işdəsən? 6 il olacaq inşallah. Bu il 6 il olur. Eyni qaydada da bərabər Eyni olsun. qaydada. Çox vurmuruq. Ətə biraz az vururuq tuzu ki. Bəs eləyər. Bəs edər. İstiyor bəs. İstiyot. Yaxşıdır. Sonra oregano. Oregano nədir? İtalyan. İtalyan ədviyatıdır. Bizim kəkofuna oxşayır. Oregano da vurdum. Sonra Tuz, istiyot, oregano. Tavamız qızır. qızı, Tələsin. yağ, hə? Zeytun yağı. Yağı buna vuracağıq. Hə. Başdan. Yəni üstünə vururuq. Zeytun yağı vururuq da. Bəli, zeytun yağı. İtalyan mətbəxində demək olar ki, hər yeməyə zeytun yağı istifadə olunur. İndi elə düzürük ki, hamısı yerləşsin. Badımcan qızardır. Hə, eyni şeydir də. Yoxsa? Yox, dadı tamam fərqli. Bunu sən Allah kim sifariş verir? Həmin adamın bir də vidinə baxacam. Baxarsınız. 100 faiz gedib xaricə. Görüb orada. Oregano yemək istəyirəm. Pendirin nə vaxt atacağıq? Pişəndən sonra hamısı. Bu neçə dəqiqə pişəcək? Maksimum 5 dəqiqə bu hazırdır. Bunu qurusu tərəfə qoyaq. 5 dəqiqə gözləyirik pişsin. Daha sonra pendiri səpirik və artıq süfrəyə düzürük. Demək olar ki, üzey hazırdır. Hazır. Ərzəyimi çıxardım. İndi sifarişi çatdırmaq mərhələsidir.
Yeməyimiz hazırdır. Sifarişi çatdırmaq. Yarısı hazırdır, yarısı Pişmək üzrə. Duxovkada hazır olacaq. Duxovkada niyə? Bu pendir zat əriməlidir. Boş qabın içində qoyacağıq da sobaya. Yox. Bunda qoyacağıq sobaya, çıxardıb boş qaba əlavə edəcəyik. İlkin qızarma mərhələsini amma tavada eləmək lazım. Bəli. Toyuq məncə hazırdır. Hə, toyuq da hazırdır, tərəvəzlər də hazırdır, hamısı hazırdır. Sobaya indi aparacağıq. Bursan bir qab yeməyi pişirmək nə qədər deyəcək? Bu nədir? Halqanın içindəki forma ilə verəcəyik. Hə, halqaya salırsan. İş həmişə var. Bu gedişdə aşpaz olacam, hər verilişdə demək olar yemək pişirir. Hə, düzürük halqa var. Əlimi çıxartmaq. Badımcanları, üzürü. Yoxsa İtaliya mətbəxində görünüşə üstünlük verirlər. Yeməklər müxtəlif forma almalıdır. Həm görünüşə, həm dadı. Tək görünüşlə. Sən xoşlayırsan İtaliya mətbəxini? Bəzi yeməklərini xoşlayıram, bəzilərini xoşlamıram. Bizim ağızda da uyğun deyil. Deyil də, mən onu demək istəyirəm. İndi parmezan pendirimizdən əlavə edirik ki, pişəndə yapışsın bir-birinə, dağılmasın. Və bu bütün yeməklərdə burada pendir olur. Demək olar ki, 90 var yeməklər də var. Sonra biberlər düzülür. Maraqlı reseptdir, siz də evdə hazırlaya bilərsiniz. Bunun üçün qeyri-adi bir şey lazım deyil. Gördüyünüz adi şeylərdir. Badımcan, pomidor, biber, parmezan pendir marketlərdə var. Bir də toyuq əti. Bir də sobaya qoyursan bunu. Bu olmasa da bu halqa da tapmaq olar da. Bu havalandırma halqalarına oxşayır da. Evdən çıxart havalandırmadan qoyuram. Ezdən üstünə pendir. Bu səfər üstündən parmezanın mozzarella əlavə edirik. Mozzarella əlavə elədik. Toyuğu qoymuruq hələ. Yox, söhbəs elədik. Artıq çıxdı toyuq. Çox qızartdıq. Hə, biri çoxdur da, onda uşaqlar üydərsiniz. Hə. Soba Bunu indi də belə pizza petində qoyuruq pişməyə. Yavaş. Neçə dəqiqə pişəcək? Uzundan aşağı. 5 dəqiqəyə 5 dəqiqə gözləyirik. Pişirir, bəh-bəh. Qabı çıxardacaq da. Hə, pişirir. Bəh-bəh. Oo. Pomidor sosudur, bu nədir? Yox, suğundur. Yemək üçündür, ancaq sütdəki. Yemək də olar. Göy-göyərti də burada. Üstünə də pesto sos əlavə edirik, tamam. Nə sosu? Pesto sos. Pesto. Marketlərdə də satılır. Pesto sos. Hə, reseptlərindəki... Bu özün düzəltmisən, pesto? Hər yanda var. Belə, getdik. Yaxşı qardaş, oldu. İşin həmişə olsun Çingiz. Çox sağ olun, çox sağ olun. Gedək sifarişi çatdıraq. Salamünaleyküm. Salam, çox sağ olun. Nuş olsun. Bir dəqiqə, çörək deyim. Çörək də getdə qardaşsın. Sən bunu da açmışsın üçün. Oldu. Bu da mənim içimdə. İşiniz həmişə olsun. Sağ ol. Belə hörmətli tamaşaçılar, bugün biz Kofe Apora'da iş həmişə var dedik. Təşəkkür edirik Kofe Apora'ya ki, bizə şərait yaratdı. Şəhərin mərkəzində yerləşir, Fəvvarələr meydanında yerləşir. Çox gözəl bir məkandır. Həqiqətən siz də gəlib istirahət edə bilərsiniz, dadlı təamlar və xüsusi, özəl və fərqli kofelər dada bilərsiniz. Sağ olun, salamat qalın, gələn həftə görüşərik.